Siz deyirsiniz ki, Azərbaycanda millət cahil, müsəlmandır. Şirk etsələr də belə. Amma bütün müasir alimlərimiz deyir ki, şirk edən müşrikdir. Siz niyə belə deyirsiniz? Əla, çox gözəl və mərcəsinə verilən sualdır və həmçinin də elmi sualdır. Demək, əziz qardaş, biz deyəndə ki, cahillik üzürdür, o demək deyil ki, hər bir şirk eləyəni biz deyirik ki, o elə müsəlman sayılır və onun cahilliyi onun üzürdür. Biz ümumən deyirik ki, hər bir məsələdə insan cahil olarsa onun üçün üzürdür. Amma heç də biz o demək deyil ki, inatkarlar da, ondan sonra kör-körənə təqlidçilər də haqqı bildikdən sonra yenə şirk küfr edirsə və onlar yenə müsəlman qalırlar. Hər şey var, kəllə, bu belə deyildir. Biz sadəcə öz dinimiz üçün qorxaraq, həmin o şirk edən üçün yox ha, öz dinimiz üçün qorxaraq insana, madəm ki hüccət qalxmayıb, dəlil sübut bəyan olmayıb, ona kafir demirik. Aydındır. Və ələxüsusda bizim hüccət qaldıracaq dərəcədə elmimiz də yoxdur. Ondan şübhələri aparacaq dərəcədə elmimiz də yoxdur. Aydındır. Və həmçinin də bu məsələ elm əhli arasında ixtilafdır. Cahiliyyət üzürdür böyük məsələlərdə yoxsa deyil. Və onu da deyim ki, bu məsələ sonradan ortaya gəlmiş ixtilafdır. Qədimi alimlər arasında bu məsələdə ixtilaf yoxdur. Əgər siz müasir alimlərin bəzilərinin rəyini götürüb onunla qane olmuşsunuzsa, bu o demək deyil ki, başqalarını da rahatca ittiham edə bilirsiniz. Biz əksinə öz dinimizi qorumaq üçün yenə də deyirəm, cahiliyyəti üzür görürük və insanların etdikləri o dinə müxalif olan əməlləri bəyənməsək də, inkar etməsək də, madəm ki onlar onu cahillikdən edirlərsə və biz onu buraxırıq Allahla onların arasına. Biz madəm ki onlara hüccət qaldırmamışıq və hüccət qaldıra bilmirik, onlarla müsəlman müamiləsi aparırıq. Heç də bu o demək deyil ki, onlar mütləqən Allah dərgahına hamısı müsəlmandır. Xeyr, qeybi bilən Allahdır, onların qəlblərini bilən Allahdır və hökm də Allaha məxsusdur. Allah Teala istədiyi kəsin üzərinə istədiyi hökmü verəcək. Allah Teala insanların ixtilaf etdikləri məsələlər barədə qiyamət günü onların arasında hökm verəcək deyir. Madəm ki bizə apaçıq bəlli deyilsə ki, bu insan kafirdir yoxsa müsəlmandır, onun əslində saxlayırıq. Əsli də nədir? Şəhadət gətirməsi, özün İslam dinindən nisbət eləməsi və s. bu kimi şeylər.